de pastavoy gelir. O vaxtı pastavoy girdavoy deyirlər də el arasında. Bəli. Yəni polis nəfəri. Bəli, Məsələ. bəli. Pastavoy deyən kimi orada mübahisə edən qoçular özləri yığışdırırlar. Yığışdırırlar, tez tarazlayırlar. Bu nə deməkdir? Filmin ideyası da edirəm, adət-ənənələrə riayət eləmək, başqa şeylər. Ancaq birinci, mənim fikrimcə, subyektiv fikrimdir. Yəni demək istəyir ki, rejissor, siz fikir verin, 20-ci əsrin əvvəllərində belə ən məşhur qoçular, indiki dildə desək, vor zakonlar da, Bəli. qanun uğurlar, adi polis nəfərindən qorxurlar, qanuna hörmət eləyirlər. Bəli. Hörmət eləyirlər. Tərbiyə. Bəli, tərbiyəvi əhəmiyyəti budur bunun, ideyası budur əsərin. İndi hər yerdə var da, evlənmək də var, boşanmaq da var, qız götürüb qaçırmaq da var. O deməkdir ki, belədir. Mən o filmin ikinci hissəsini yazmışdım. Çünki elə belə yazmamışdım. Cəfər Cabbarlının bir əsəri keçmişdi mənə, onun məqalələri. Gördüm orada yazır ki, getdik Zeynalabdin Tağıyevanla teatra, orada olmasın bozuna verirdilər. Tamaşaya baxdım, tamaşa zəif idi. Vaxtım olsa onu yenidən işləyərdim. Öz-özümə dedim ki, Cəfər Cabbarlı Allah rəhmət eləsin, daha sənətli rəhmətə gedib, mən varam da burada. Götürüm işləyim, onun ikinci hissəsini yazmışdım mən. Çünki natamamdır o film. Orada çox şeylər var, çox söhbətləri var.